Nəsimi rayon polis idarəsi əməkdaşlarının keçirdikləri tədbirlərdən sosial şəbəkələrdə investisiya və yatırım, eləcə də qanunsuz onlayn qumar kazino oyunlarında qazanc əldə eləmək adı altında dələduzluq eləyən 23 yaşlı Fərhad Süleymanov saxlanılıb. O, TikTok sosial şəbəkəsində Qazanc TikTok, Zahid Əliyev 114, Yusif Mamedov adlı səhifələr açaraq, orada tanış olduğu şəxslərə kiçik məbləğlərdə pul vəsaitləri göndərdikləri təqdirdə yüksək məbləğdə qazanc əldə edəcəklərini, qanunsuz onlayn qumar kazino oyunlarına investisiya yatıraraq maddi gəlir qazanacaqlarına dair yalan vədlər verib. Süleymanov bu kimi kiberdələduzluq üsulları ilə 20-yə yaxın vətəndaşı aldadaraq onların pul vəsaitini ələ keçirib. TikTokda kiberfırlatçılıqla məşğul idim. Zahid Əliyev adlı səhifədə və Rasim Əliyev adlı səhifədə Qazanc TikTokda səhifəmdə insanlara investisiya edərək, kazino oyunlarında balans artım edərək onlara yüksək məbləğdə pul verəcəyimi vəd etmişəm, amma verməmişəm. Təxmini 20-dən çox insanı aldatmışam. Faktlarla bağlı araşdırma aparılır. Süleymanovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər. Bir daha vətəndaşlara müraciət edirik ki, sosial şəbəkələrdə tanış olduqları naməlum şəxslərin saxta vədlərini aldanmasınlar, investisiya və ya yatırım adı altında gələn şirinlikləndirici təklifləri qəbul etməsinlər, maddi vəsaitlərini tanımadıqları şəxslərə göndərməsinlər, şəxsi və bank kartı məlumatlarını heç bir halda qarşı tərəflə bölüşməsinlər. Salam Təşimov, Bugün TV.